Bəstəkar da Allah rəhmət etsin Üzeyir Hacıbəyov idi ki, gəzirdi İmam Hüseyin dəstgahlarını, oradakı mərsiyənin havacatını, belə deyək də, nəvasını götürüb salırdı nota. Yaxşıyıcı da. Orada elə bir dənə mahnı yoxdur ki, o Leyli Məcnun əsərindəki o mərsiyədən götürülməyib. Durun gedək evimizdən, oğlum var orada. Bəli, bəli. Hacı Mərsiyədən də o. Bəli. Nə danışsan? Andolu Allaha Mərsiyədən. Yan. Tələsmə, çıxararıq o, montaj eləyəcək onsuz da. Kimsə çəkər xəncərin, kimsə çəkər xəncərin, Allah, Allah, Heydər kərrarinə, səhvlər səyyarınə, Allah. Deyək ki, Allahın lənəti gəlsin ki, Heydər kərrara, səhvlər əleyhissalam üçün yazılmış bir mərsiyədir bu. Səbuhi kinosunda. Səbuhi kinosuna baxmışsınız da? Baxmışam, orada da var hacı. Orada elə mərsiyələr var ki, bax, bizim səhv eləməmsə, bizim o gənc Roza xanımlarımızda məddahın ondan istifadə ediblər, amma onu geniş surətdə eləsələr daha yaxşı olar. Səbuhi filmində bir neçə mərsiyə var, biri Fəryad o zamandandır. Doğrudan. Hə. Fəryad o zamandan ki, Şamə üşəra gəldi. Elə mən Dərbənddə bu mərsiyə. Bunu deyirsən. Bir yadıma işdir. Hazır şüzayətdir, yəni sanki döyüşə səsləyir bu mərsiyə. Orada belə şairlər olub ki, mən qoyma dildə, ki, elə mərsiyələr seçiblər ki, cəmaatla diyaloq yaradıblar. O mərsiyənin bir dənə frazası var. Kim oldu şəhid əvvəl, Şəhzadə Əli Əkbər? Ondan sonra kim oldu? Ol Qasım-ı Gülpeykər. Ondan sonra kim oldu? Ləfteşnəri kim oldu? Ondan sonra kim oldu? Əbbas Ələn. Kim oldu şəhid? Axır Şahən Şəhibi Yavər. Sonra mərsiyə oxuyan o nəqarəti bu da, Fəryad o zamanlar. O 2-3 bənddən sonra bir sinə səsi gedərdi. Orada bir dənə sükut yaranardı. Ancaq sinə səsi gələrdi. Nohaxan sual verərdi. Su verdilər o şahə, ancaq sinə gedir. İkinci də Emradı. Su verdilər o şahə, yenə sükut. Auditoriya müraciət. Hə, auditor ancaq sinəni verir ona. Üçüncü sual, ay şiələr, ay aşiqlər, su verdilər o şahə, auditora cavab verdi. Yox, ləbi ətşandır. Gedirdi mərsiyana. Çünki o ləbi ətşandır sözündən sonra gələn bir beyt var, o gəlməlidir. Firdovsi də Zəhranın büktüm belini qəmdən, nə şərmi həya həkdən, qıldı nə peyəmbərdən, bir tiri atıb vurdu hülqi Əli Əsqərdən, matəm əza Zeynəb üçün həngamə bəla gəldi. Bunlar var, bunlar elə bir, yəni deyirəm də indi